Burada 10 il yaşayanda, o 10 il yaşadım və müəyyən illərdən sonra başa düşdüm ki, Almaniyadakı söz azadlığının limiti elə təxminən Azərbaycandakı qədərdir. Yəni bunu mən tam səmimiyyəti ilə deyirəm. Sadəcə aradakı fərq mövzu fərqidir. Yəni Almaniyada hansısa bir mövzuya limit qoyulur, o mövzuda danışmaq olmaz. Azərbaycanda başqa bir mövzuya, amma aşağı-yuxarı eynidir. Bu mənə o qədər pis təsir edir ki, mən hətta bir çox ağıllı adamla bir dəfə bu barədə danışırdıq. O mənə dedi ki, sizin ölkədə dedi bildiyim qədəri ilə insanlar adətən hökuməti tənqid eləyə bilmirlər. Çünki bu barədə elə bir senzura var sizdə. Və buna görə sizdə söz azadlığı mən düşünürəm ki, məhduddur. Mən də dedim ki, mən də düşünürəm ki, sizdə söz azadlığı məhduddur. Dedi, yox, bizdə hökuməti istədiyin kimi, istədiyin vaxt tənqid eləyə bilərsən dedim. Amma sizdə də başqa mövzular var ki, onlar barədə nəinki danışa bilməsən, heç düşünə bilməzsən. Məsəl üçün, heç kim durub deyə bilməz ki, mən Almaniyada yahudiləri sevmirəm. Bunu desə böyük problemi olacaq.